Salam dəyərli izləyicilər, həvəskar təbiət və biologiya sevərlər. Bugün sizlərlə yeni bir bölümü müzakirə edəcəyik. Biz keçən dərs qüvvəni keçdik, qüvvəni izah edin, məsələlər işlədik. Bugün isə ürəyin quruluşunu, ümumiyyətlə insan orqanizmi və sağlamlığı keçəcəyik. Bölmədə ürəyi öyrənəcəyik. Bölməmizə nəzər yetirək. Buraları keçirəm. Əsas hissələrə baxırıq. Çünki vaxtımız yoxdur. 27-si imtahandır. Gəlin başlayaq. Deməli, ürək əzələri yığılıb boşaldıqda qan ürəkdən damarlara qovulur. Razıyam fikirlə. Bu zaman damarlarda qanın hərəkəti genişlənir və daralır. Damarların hərəkəti nəyin nəticəsindədir? Damarlar qanın hərəkəti ilə genişlənir və daralır. Baxın, qan gəlir, ayrılır. Yer yoxdur. Bu genişlənəcək. Daha sonra qan damarlardan bu istiqamətə gedir. Artıq burada yoxdur. Buranı keçdisə, bunlar öz vəziyyətlərinə geri qayıdacaqlar və öz stabil vəziyyətinə qalacaq. Deməli, silək. Geri alırıq. Mən davam edək. Bu eynisi düşmüşdü imtihana. Nəbzi soruşurdu. Biz bu biləklərimizi və bədənin müəyyən yerlərini hiss edə bilərik. Bədənimizin digər hissələri ürəyimizin nə əlaqə olduğunu göstərir. Baxın, burada şagirdlər deyir. Sinənin üstünə qoyanda ürək dözünü hiss edir, çünki ürəyin özü burada yerləşir. Burada damar yerləşir, burada da damar yerləşir. Şah damar yerləşir. Ona görə hiss edilir. Nəbzin sayı normal, sağlam və yetişkin insanda 60 və 100 arası olur. 60 və 100 arası. Daha sonra ürəyin quruluşuna keçək. Əsas və çətin hissədir. Ürəyin quruluşunu görürsünüz. Ürək döş boşluğunda yerləşir. Döş boşluğunda iki orqan var. Biri ağciyərdir, digəri isə ürəkdir. Deməli, döş boşluğunda bir ağciyərdir. Bir də ürəkdir ki, döş boşluğu onları qoruyur. Ürəyin hissələri. Baxın, orqanlardan gələn qan, onlar fərqli rənglərlə işarə edək. Mavilə birini, qırmızıdan birini. Orqanlardan gedən qan orqanlara gedir. Baxın buradan. Orqanlara təbii ki, nə gedəcək? Oksigen qazı gedəcək. Ağciyərlərə nə gedəcək? Karbon qazı gələcək. Ağciyərlərdən gələcək oksigen. Yine ağciyərlərdən gələcək oksigen. Ağciyərlərə gedəcək karbon. Orqanlardan gələcək karbon. Baxın. Orqanlara gedəcək oksigen. Bax, indi belə bir izah verim sizə. Deməli, ağciyərlərdən gələn, bizə nə gəlir? Ağciyərlərin funksiyası nədir? Oksigendir. Ürəyinki də qan vasitəsilə bunu digər orqanlara ötürməkdir. Bu bura ötürür. Ağciyər birbaşa ürəyə ötürür. Ürəyin içindən keçən qan isə onu məsələn böyrəklərə, nə bilim, bağırsaqlara, cinsiyyət orqanlarına, ondan sonra başqa yəni mədəyə, belə bir çox orqanlara aparır və o orqanlar, baxın burada qan keçir. Bu oksigenlə zəngin qandır.
Bu oksigen nəzəri. Sözsüz. Beyindir. Buradan qayıdan qan isə qayıdan qan. Oxun istiqamət birində buraydı, birində buraydı. Bu CO2 nəzəri. Bu təzdən qayıdır ürəyə. Bax, bura. Orqanlardan. Baxın bura. Bir də göstərim. Baxın buradan. Gəlir orqanlardan. Bu yuxarı bəsə beyindən və s. Bu da böyrəklərdən, cinsiyyət orqanlarından, mədədən, bağırsaqdan bunlardan. Və görürsünüz, buradan gəldi və gedir ağciyərlərə. Niyə? Çünki ağciyərlərdə nə var? Ağciyər karbonu xaric edir, oksigeni qaytarır. Görürüz, bu nədir? Ürəyin siklidir. Deməli, getdi. Orqanlar, buradan gəldi. Baxın, buradan bir gəlir, buradan da bir gəlir. Sonra gedir, ikisi də. Gedir ağciyərlərə. Buradan gələn, ağciyərlərdən gələnə baxaq. Gedir, hara? Orqanlara. Ağciyərlərdən gəlir, gedir ağciyərlərə. Ağciyərlərə gəlir, ağciyərlərə gedir. Ağciyərlərdən gələn isə bizə olur həmişə oksigen. Bunlar düşür çox vaxt. Ürəyin əsas hissələri qaldı, digərləri yadımızdan çıxartdılar. Aha. Demək, ürəyin əsas hissələri sağ qulaqcıq, sağ qulaqcıq, sağ buradır. Belə yazaq qıraqdan. Sağ, sol. Hər ikisini ayıransa, baxın bu ayrı kəsmədir. Ürəyin sol tərəfi, sağ tərəfi nisbətən daha qalın. Görürsünüz, bura nazikdir, bura daha qalındır. Bu ara kəsmə oldu. Belə bir sual düşmüşdü yeni təbiət müsabiqəsində. ABCD'ye vermişdi və biz onu uyğunlaşdırmalıydıq. Ona görə izah edirəm. Final mərhələsində də var idi. Belə bir sual. Bir dəqiqə. Nə oldu? Getməsində bir yazdıqlarımız da getdi. Niyə belə oldu görəsən? Aha. Üzr istəyirəm bir daha. Yox. Sol qulaqcıq, sol mədəcik. Ara kəsməm. Enozoraqlı ürək əzələsi. Ürəyin, bax, bu əzələ enozoraqlı ürək əzələsidir. Sağ qulaqcıq, sağ mədəcik. Alpara qapaqcıqları. Qan gedişini izah etdim. Yenə belə bir sual düşmüşdü. Məsələn, ABC'də vermişdi açıq final mərhələsində. Biz nə istəyirdik ki, verək, baxaq da. Və burada iki cür proses təsvir olunur. Biri qulaqçıqlarını yığılmaz, biri mədəciklər. Gəlin baxaq. Qulaqçıqlar yığıldı. Bura nə idi? Ağciyərlərdən gələn. Bura nədir? Ağciyərlərə. Yəni, burada nə idi? Gələnləri toplayırdı. Burada da alırdı, onları aparırdı hara? Orqanlara. Gəlin, ürək məsələn əzələli orqandır. İnsanın ürəyi 4 şöbəyə bölünür. Bunlar getdi. Onlardan ikisi qulaqcıq, ikisi mədəcik adlanır. Ürəyin sol hissəsindəki divarlar qalındır. Deməli, ürək sadəcə bir dəfə vursa, bu deməkdir ki, saatı 3-6 dəfə dönür. Gün ərzində qan damarı neçə dəfə qovulduğunu hesablayın. Nəbz sayıdır bu qanın qovulması, nəbz. Sən avtomatik orta olaraq 80 dənə olur nəbzi. 1 saat 360 3600 dəfə dönür. 1 saniyədə bir dəfə vurursa, o da gün ərzində istəyir. 24'e vurarıq 3600.
özünüz hesablarsınız. Ya da hesablayaq. 24 vur 36. 6 dəfə 4 24. 2 hatta. 2 dəfə 6 12 14. 144 plus 4 vur 3 2 12. 72. 4 6 864. 164. 2 tane 0 atsam 86.400. Deməli, bədəndə damarlar necə hərəkət edir? Qanları öyrənəcəyik. Gəlin baxaq. Qan damarlarında yerinə yetirən vəzifələr olaraq qanın 3 dənə növü: arteriya, vena, kapilyar. Arteriyalar budur. Kapilyarlar, vena. Arteriyalar ürəkdən çıxan qanı bədənin ayrı hissələrini daşıyır. Qanı oksigen izlənməsi üçün ağciyərə oksigenlə qan ürəkdən digər toxuma orqanlar var. Bunu dedik. Arteriyalar qalın və elastiki divarları olan qan damarlarıdır. Qalın, elastiki divarları var. Baxın, görürsünüz, qalın və elastikdir. Bunlar damardır. Onların içindəki qandır və arteriya oksigendən zəngin olur. Və bunun içindəki qan adlanır arterial qan. Oksigen. Deməli, orqanlara arterial qan gedir, orqanda venoz qan gəlir. Buna venaya baxaq. Kan kapilyarlardan vena damarlarına keçir. Kapilyarlardan venaya keçir. Niyə? Orqan arterial qan ötürdü. Arteriya damarları ötürdülər oksigeni və ona karbon verirlərdi. Allah, karbonu apar, ağciyərlərə çatdı. Və onu vena damarları yenitir. Karbon qazı ilə zəngin qan, yəni o qan da venoz qandır. Hansı ki, karbonla zəngindir. Həmçinin ağciyərlərdə oksigen zənginləşən qan da vena damarları ürəyə daxil olur. Vena damarlarının divarları arteriyaların divarlarına nisbətən nazikdir. İçərisində cibə bənzər qapaqlar. Bu qapaqlar qanın geri axmasının qarşısına. Yəni qan getdisə, o qayda bilməz. Qan düz getməlidir. Bu qan qayda bilmir. Kapilyarlar isə çox kiçik qan damarlardır. Kapilyarlarda qan və hüceyrə lazım maddələr və qazan badəsi baş verir. Yəni oksigen, karbon qazının dəyişməsi, alveollar və s. Aha. Bunu da silək. Keçək. Qanın tərkibi. Deməli, qan bərk və maye hissələrindən ibarətdir. Qanın maye hissəsi plazma deyilir. Qan, plazma yəni əsasən 98% sudan ibarətdir. Hüceyrələrə qidalı maddələrlə su daşıyır, karbon qazı kimi tualatma əsas hüceyrələrini aparır. Qanın bərk hissəsində qırmızı qan hüceyrələri, ağ qan hüceyrələri, qan lövhəcikləri daxildir. Qırmızı qan hüceyrələri ortobaz diskin tərkibində hemoqlobin vardır. Qırmızı qan hüceyrələrdir. Deməli, nə? Hemoqlobinin vəzifəsi oksigen daşımaqdır. Qırmızı qan hüceyrələri hemoqlobin vəzifəsi oksigen bədənin digər hissələrini daşıyır. Arterial qanla eyni vəzifədir. Ağ qan hüceyrələri bakteriya zərərli maddələrindən cismimizdən qoruyur. Qan lövhəcikləri qan axmanı dayandırmaq, kəsrliklərlə digər xəsarət sağlamaq üçün qan axmasına kömək edir. Qan lövhəcikləri trombositlər adlanır. Yəni, qırmızı qan hüceyrələri eritrosit. Burada verməyib, amma ora düşsə bilinlər. Ağ qan hüceyrələri leykosit. Və qan lövhəcikləri, o da trombosit. Aha. Deməli, ağ qan hüceyrəsi bakteriyalara hücum edir. Sonra qırmızı qan hüceyrəsi içində hemoqlobin var. Belə disk şəkildir və görürsünüz ortası basıqdır. Burada görürsünüz qan laktası. Trombosit qan laktalanır burada. Qan laktası yaranır. Qan lövhəcikləri kömək edir qırmızı qan hüceyrələrinə. Axmasını dayandırır, qanı laktalanır. Qan laktalamaq məhsulu. O yara olandan sonra olur. O, bu da elə. Fagositoz. Bir də ki, bu hadisənin adı fagositoz adlanır.
Faqositoz amöbdə var. Amma bilmirəm keçmişsə yox. Və ağqan hüceyrələrində o bakteriyaların yeməsidir, qidalanmasıdır. Yalançı ayaqları var çünki ağqan hüceyrəsində. Ağciyərə keçək. Ağciyər qısa bir mövzudur. Ağciyərlərdə qazan iradəsi necə baş verir? Sən demə, bu da var imiş. Bu önəmsiz bir hissədir. Bu hissəni keçək. Hissəsə budur. Sxem qıracam, onu köçürün istəyirsiniz dəftərə. Hava nəfəs borusuna gedir buradan. Hava O2-dən zəngindir və nəfəs aldığımız zaman O2 qəbul edir, verdiyimiz zaman CO2-ni çıxarırıq. Nəfəs borusu və ağciyərlər. Diafraqmanın yaslaşması var, hansı ki burada düşmüşdü keçən dəfəkinə. Yəni nəfəs alma və nəfəs vermə zamanı baş verən prosesləri istəyir bizdən. Deməli, baxın, nəfəs alanda belə deyək ki, belə başa düşəsiniz, ağciyərlər nədir ki, böyüyür. Niyə alırsan da, neysə elə bir əlavə alır. Plus O2 və minus O2. Plusdursa, plus, yəni aşağı gedir. Minusdursa, yuxarı gedir. Minus CO2 plus O2. Belə yada saxlayın. Daha sonra diafraqma yastılaşır. Yəni yuxarı doğru gedir. CO2-ni alan. CO2-ni verən. Elə bil ki, bu belə bir düz dabandır. Belə bir şeydir. Bu diafraqmadır. Nəfəs aldınız. Elə bil ki, bunun üstündə nəsə vardır. Bunun üstündə ağciyərlərimiz var. Və bu ağciyərlərin həcmi artır. Bu neyir? Belə aşağı gedir. Amma məsələn, yenə belə bir şeydir. Ağciyərlərimiz var. Dəqiqə. Baxın, bu deyən diafraqmadır. Orada ağciyərlər var. Orada gedir də nəsə gedir. Ağciyərlər kiçilir. Və avtomatik bu da yastılaşır. Bu belə idi. Belə olur. CO2, O2. Tamam, indi buna baxaq. Ağciyərə qazlar mübadiləsi nədir? Ona baxaq. Burnumuz və ağzımızla nəfəs alıyor. Burun ağız boşluğu burada. Daha sonra nəfəs borusudur. Nəfəs aldığımız hava gedir qida borusu dilimiz üstünə nəfəs borusuna gedir. Oradan da şaxələnir. Bronx və bronxiyollarla. Bronxiyollarına şaxələnir. 2 dənə şaxə olur. Onlar da bronxlar adlanır. Bronxlar da şaxələnirlər, bayağı böyünürlər. Kiçik şaxələr olur, bronxiyollar. Daha sonra diafraqma buranı dedi, mədəni də ayırır. Alveollar, bronxiyollar da alveollara ayırır. Bu şaxələrin uclarının arasında alveol adlı qovqucuklar var. Və hər alveol sıx kapilyar toru ilə örtülür. Kapilyar nə idi? Oksigenlə zəngin idi. Oksigen qan və damarları və nazik alveolların nazik divarlarına qana keçir. Eyni zamanda karbon qazı da qanın alveollara keçir və nəfəs verdikdə orqanizmdən xaric edilir. Görürsünüz, karbon qazı xaric olunur və daxil olan hava oksigendir. Həmişə çıxan hava CO2. Arterial da qanı ötülür. Bu qədər. Bu da belə. İndi belə bir şey çıxardaq. Qısa konkret. Deməli, burun ağız. Burun ağız. Nəfəs borusu. Nəfəs borusundan gedir bronxlara. Bronxdan gedir. Dəqiqə. Buradan silək bunu. Pis yazdım. Özür istəyirəm. Bronxlardan getdi. Bronxiyollara. Bronxiyollardan da şaxələndi alveollara. Onun da altına yerləşir diafraqma.
Bu düşmüşdü. Bunu da oxşar bir sual düşmüşdü. Buranı oxuyarsınız. Aldığımız və verdiyimiz havada oksigenin miqdarı, karbonun miqdarı, azotun miqdarı. Azot dəyişməyən bir şeydir, dəyişmir. Karbon qaz miqdarı dəyişir, digər qazların miqdarı dəyişmir. Oksigen və karbon əsasını dəyişir. Yəni belə bir cədvəl qursaz. Belə bir cədvəl quraq. Nəfəs alma və oksigen. Nəfəs alma zamanı, yəni maddələrdə, yəni ki, belə bir şey, bunu yazmasaq da olar. Nəysə. Tutalım ki, indi 78% N azotdur. N2 qaz. 21% oksigen. Digər qazlar 1%. Karbon qazı 0,3%. Digər qazlar və CO2. Nəfəs verən zaman, yəni burada nə olur? Oksigen 21 idi, neçəyə düşür? 16-ya. Belə bir düşüş yaşayır oksigen. CO2-də 0,3-dən qalxır nəyə? 4-ə. Yəni bu N2 yenə olduğu kimi qalır. Digər qazlar da olduğu kimi qalır. Dəyərli şagirdlər, Vəsiqət təbiət və biologiya sevərlər. Bugün sizlərlə bunu keçdim. İzahımdan ümid edirəm razısınız. Razı olmasanız kommentlərə yaza bilərsiniz. Başa düşməyiniz yer olsun, məsələ olsa, sual olsa dərhal yazın. İmtahanınızda az qalıb. Hamınıza imtahanda uğurlar arzulayıram indidən. Bütün videoları çatdırmaya çalışacağım. 5-ci sinifdə çəkəcəm, test çəkəcəm ki, bitsin. Qısa izah eləyəcəm, amma test işləyəcəyik. Ümid edirəm ki, bacararsınız. Sizə güvənirəm. Mənim sayəmdə dəstək verirəm sizə. Özünüzdə hazırlaşın. Sağ olun, salamat qalın. Növbət dərsdə görüşənədək.